Tapşırığı okuyun, fasla verin ve fasladan sonra ben izah edeceğim. Yani videoda fasləni özünüz verin. Şərt belədir. İlk sözünün son samiti cingiltili tələffüz olunan sözü müəyyən edin. Bu tapşırıqları həll eləməmişdən qabaq bilməliyik ki, sonu b, d, c, c, q, ç ilə bitən sözlər çoxacalı sözlərdə. İkinci söz samitlə başlayarsa, həmin bu b, d, c, c, q, ç deməli sözün sonundakı, birinci sözün sonundakı. Bunlar kar olur. A, B, C, D bəndlərində fikir verin, bütün sözlər, ikinci sözlər samitlə başlayır. Deməli, birinci sözlərin sonu kar olur. Amma D bəndində ikinci söz saitlə başlayır. Əgər saitlə başlayırsa ikinci söz, deməli, birinci sözdə, bax, bu ərik ağacındakı, bu olacaq cingiltili. Bizdən də istəyir ki, deməli, ilk sözünün son samiti cingiltili olan. Deməli, doğru cavab D bəndidir.